Salam, hörmətli həmkarlar. İndi də sizlə birlikdə 2026-cı il kimya miq imtahanına düşmüş növbəti belə bir məsələyə baxaq. Əlimizdə etan var, SK6, etilamin var, SKH5, NH2. İndi deyir ki, bu qarışığın yanmasından 18 qram su əmələ gəlibdir və qarışığın yanmasından əmələ gələn karbon qazı natrium H məhlulundan keçiriləndə reaksiya girməyən qaz 2,124 litr həcmə malik olub. Bilirsiniz ki, həm etanın yanmasından karbon qazı, etilamin yanması isə karbon qazı və azot qazı əmələ gələcək və reaksiya girməyən natrium H-dan reaksiya girməyən qaz deyəndə azot qazı nəzərdə tutulur. Azot qazının da mol miqdarı 0,1 mol olur. Çünki 2,124 litr 0,1 mol azot qazı deməkdir. 0,1 mol azot qazı 0,2 azot saxlayır. Onda belə çıxır ki, etilaminim 0,2 mol olubdur ki, 0,2 mol etilamində 0,2 mol azot atomu olub. Bu da bizə 0,1 mol N2 qazı veribdir. İndi 0,2 mol etilamin olub, əla. 0,2 mol etilamin yanmasına nə qədər su əmələ gələ bilər? Baxın, SK5 NH2-də 7 hidrogen var. 7-ni vuracaq, 7 hidrogen varsa, 7-ni 0,2-yə vursaz, 1,4 mol hidrogen atomu var. 1,4 mol hidrogen atomu, çünki mol miqdarı 0,2 mol daxil. 1,4 mol hidrogen atomu 0,7 mol H2O əmələ gətirə bilər. Deməli, 0,7 mol H2O buradan əmələ gəlib. 0,7 mol H2O 0,7-ni 18-ə vursanız, sizə verəcək 12,6 qram su. Onda belə çıxır ki, 18 qram suyun 12,6 qramı etilaminin yanmasından əmələ gəlibsə, yerdə qalan 5,4 qram su da etanın yanmasından əmələ gəlib. 5,4-də 18-ə böləndə bizə verəcək 0,3 mol su. Belə çıxır ki, etanın yanmasından 0,3 mol H2O əmələ gəlibdir. 0,3 mol H2O əmələ gəlsə 1 mol etandan 3 mol H2O əmələ gəlir. Çünki etanda hidrogen sayı 6-ya bərabərdir. Onda neçə mol etan olub ki, bu 0,3 mol H2O veribdir. Buradan etanın mol miqdarının 0,1 mol olduğunu tapırıq. Deməli, etanımız 0,1 mol olubdur. Etilaminimiz isə 0,2 mola bərabər olubdur. İndi deyir ki, bu qarışığın yanmasından, deməli, ilkin qarışığın kütləsini istəyir. İşte ilkin qarışığın artıq kütləsini özümüz tapa bilərik də. 0,1 mol deməli etan olubdur. Bu bizə 0,3 mol hidrogen, daha doğrusu su veribdir. Baxın, 0,3 18-ə vuranda həqiqətən 5,4 qram su görəcəksiniz. 0,2 mol etilamin olubdur. Bu da deməli 7-ni vurduq 0,2-yə 1,4, 2-yə böldük. Aha, bu da 0,7 mol su veribdir. Bu da həqiqətən 12,6-dır. Toplayanda həqiqətən 5,4 qram, 18 qram suyu görmüş olduq. Deməli, daşlar yerinə oturdu. Yəni yazdığımı təkrar bir də yoxladım. Mən həmişə yazandan sonra yoxlayıram. 0,1 mol etanda 0,6 mol hidrogen var. Bu da 0,3 mol su verir, hansı ki 5,4 qramdır. 0,2 mol etilamində də 0,1 mol N2 azot molekulu mövcuddur və bu da həmçinin verdiyi suda 12,6 qram eləyir. Həqiqətən toplayanda 18 qram suyu gördük. İndi maddənin qarışığının kütləsini soruşursa, etan 30-da 0,1 mol 3 qram eləyəcək. Etilamin gəlin kütləsini hesablayaq. 12-ni vurduq 2-yə elədi 24. Üzərinə 7 qram gəldi, elədi 31. 10 da üzərinə 14 gəlsə 48 eləməli. Səhvlərimizə düz hesabladımsa 12 2-yə vuruldu 24. 7 qram hidrogenimiz var, 14 qram da azotumuz var. Deməli, elədi 45. 45-i də vurdum 0,2 mola, elədi 9 qram. Deməli, 3 qram etan var imiş, 9 qram da etilamin var imiş. Cəm qarışığın kütləsi 12 qrama bərabər imiş.